Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi. İlk baxışdan bu təkliflər cəlb edici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bir xəbər mediaya bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilir. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik? Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 qaynar xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət alıb, getmək istədiyiniz ölkədə akreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə əlaqə saxlayıb, elanın həqiqiliyini dəqiqləşdirər, iş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisensiyasını tələb edə, bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz. Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlanmalı, sizə qarşı edilən istənilən qanuna zidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya konsulluğa müraciət etməlisiniz. İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə.